Riyaziyyatdan sinuslar teoreminə aid belə bir sual verilmişdir. Deməli, şəkildə üçbucaq çəkilir. Üçbucağın 60 dərəcə, 75 dərəcə və burada 8/2 verir. Bizdən isə bu üçbucağın xaricdən çəkilmiş çevrənin uzunluğunu istəyir. Xaricdən çəkilmiş çevrənin uzunluğu biz bilirik ki 2πr-dir. Daha sonra biz bura sinuslar teoremini tətbiq etdik, amma əvvəlcə biz bu üçbucağın digər bucağını tapmalıyıq. Üçbucağın bilirik ki, bucaqlarının cəmi 180-dir. Onda 180-dan çıxaq 60 plus 75-in cəmini. O da eləyir 180 çıxaq 145, 135 bərabərdir 45-ə. Deməli, bura 45 dərəcədir. Biz sinuslar teoremini bilirik ki, sinus teoremində A bölək sinus alfa bərabərdir 2r. Yəni, bizi 45 dərəcənin qarşısında verilən tərəf 8/2 bölək sinus 45 bərabərdir 2r. Onda 8/2 bölək sinus 45-də biz bilirik ki, kökdə 2 bölək 2 eləyir. Kökdə 2 bölək 2 bərabərdir 2r. 2-ni yuxarı atsaq, 8/2 vuraq 2 bölək kök altında 2 bərabərdir 2r. Köklər ixtisar gedir, 2-lər ixtisar gedir, r bərabərdir 8-ə. Bizdən çevrənin uzunluğunu istəyir. Onda 2π vuraq 8 olur 16π. Doğru cavab 16π. C variantı.